böyük məmnuniyyətlə sözü bizim Pedaqoji Universitetinin professoru Elman Quliyevə verirəm. Əlbəttə, elə bir müddət qoydunuz, bu müddətdə fikirləri çatdırmaq biraz qeyri-mümkün. Ancaq biraz yarı zarafat, yarı ziddi. Siz bir dəfə mənə söz verməmişdiniz, yadıma gəlir dediniz ki, haçansa ərazini çıxarır. Onda siz 5 dəqiqə konuşun, 2 dəqiqə. Əslində bir zarafatdır bu. Bilirsiniz, mənim hamı bilən böyük sevinclə gəlir bura, böyük arzu ilə gəlir, böyük həyatdan gəlir. Ancaq inanın ki, elə bilirəm ki, mənim qədər sevinç, fərəh və sevgi ilə bura gələn olmaz. Niyə? Çünki Sabiqə xanım burada hamıdan fərqli olaraq mənim tələbəmdir. Və bir də bizim çox dəyərli profesor Yaqub müəllim. Yəni, 2 müəllim burada oturur. Və bu Sabiqə xanımın ona görə bütün biz mətbəxinə bələdiyik və Sabiqə xanımın bütün həyatına, belə deyək ki, gözümüzün qabağında böyüdük Sabiqə xanım. Və bir şey Sabiqə xanımla bağlı danışıldı, orada deyildi. Sən əvvəl biz bu kitabların müzakirəsinə yarışmışıq. Mən müəlliflərə özlərini təşəkkür bildirirəm. Məzər xanım böyük hörmətimiz var, Zakirə xanımla böyük hörmətimiz var. Əlbəttə ki, çox mühüm məsələlər toxunuzlar. Bilirsiniz, məsələ belə ilk olaraq belə əlimdə Zakirə xanımın kitabıdır. Sabiqə xanım böyük alim, böyük tədqiqatçıdır, böyük araşdırmasıdır. Və tarih ilə gətirib ki, Sabiqə xanım tədqiqatlarını gedib Moskvada davam elətdirdi, Moskvada müdafiə elədi və çoxlarına fərqli olaraq daha böyük arenaya çıxa bildi. Və bu arena Sabiqə xanımın yaradıcılığında özün bu və ya digər dərəcədə göstərə bildik. Bu şübhəsizdir, şübhəsizdir. Təbii olaraq ki, Avropa təsirləri və s. tam sözünü göstərdi. Və ümumiyyətlə, tədqiqat Sabiqə xanım dedim ki, tədqiqatçıdır. Tədqiqatını aparmaq, hər hansı bir tədqiqat işini yenidən tədqiqata zərb eləmək bir alim olaraq. Bu, tutaq ki, o müəllifdən böyük səriştə tələb edir. Yəni, mən Zakirə xanımla ünvanlayıram bunu. Çünki Sabiqə xanımın tədqiqin tədqiqi həmişə çətin bir şeydir. İstənilən bir şeyi tədqiq edəndə rahat olur, amma tədqiqin tədqiqi, əlbəttə ki, bu bir qədər biz ədəbiyyatçıdan sonra bilirik bu məsələləri. Və yəni, mən həm də baxdım burada, Əsəd müəllimə elə bildim ki, bu kitab haqqında daha çox danışa biləcəyim. Ancaq Əsəd müəllim bir giriş verdi, doğrudan süni intellekt anlamda cədvəllərə baxdım, dedim, yox. Bu kitab haqqında şəxsən mən etiraf edirəm ki, bir qədər çətin danışacağım mən. Çünki gərək bunu yaxşı oxuyan, mənimsəyəm. Çünki süni intellekt aspektindən yazılmış bir kitabdır və buna belə deyək, o köhnə təfəkkürlə məsələsini bunları şəhərləmək çətin məsələdir. Mən bu cədvəllərə baxdım, buradakı müəyyən sxemlərə baxdım və doğrudan da gördüm ki, Əsəd müəllim sözü olmasın, bu lazımdır, süni intellekt bizim elə ədəbiyyatşünaslığımıza lazımdır, vacibdir. Və mən sizə Zakirə xanım öz minnətdarlığını bildirirəm. Məzər xanım, yəni ki, burada bu kitabı bayaq vərəqlədim. Sabiqə xanımın əsərlərini oxumuşam, onun şeir yaradıcılığına da bələdəm, onun nəsrinə də bələdəm və doğrudan da ki, belə deyək ki, müasir ədəb prosesin müasir tələbləri baxımından qurulması bir sxem olaraq, belə deyək ki, bir ədəbi bir proses olaraq bu günlərin məsələsində hamıda alınmış. Amma mən Sabiqə xanımda bunların alındığını görmüşəm, oxumuşam da, məlumatım da var. Və bu mənada, məsələ bu satira yaradıcılığına müraciət baxımından, onların müxtəlif o ölçülər baxımından, humor aspektindən və s. aspektdən bunlara tədqiq olması, əlbəttə ki, bu həm də elə yenə deyirəm ki, böyük səriştə tələb edir, Məzər xanımın səriştəsi, həm də ki, yaradıcılığın verdiyi imkandır. Bilirsiniz, o Füzuli deyir, kimlə miqdar olsa, əhlin eylər olur miqdar söz. Yəni, bu mənada bütün bunlar hamısı, biləcəm, Əsəd müəllim baxır, əslində düz deyirik ki, yəni, vaxt azdır. Mən vaxtımın müəllimə... Hə, bir şey deyim ki... Siz vaxtım verirəm sizə müəllim. Hə, yox, əstəxfurullah, o Ziya Paşanın bir yaxşı sözü var, deyir, şəxsin görünür əsərində.
bax, məhz elə bu hər iki Ailə müəllifi nəslinin lafa baxılmaz, şəxsi görülür və ya əsərində. Yəni, bu məndə birinci işlərini özüm deməli ki, vaxta gələn, yəni söhbət ondan gedir ki, yəni, material düz olanda, mövzu düz olanda, istiqamət düz olanda, ondan təhlil də yaxşı alınır, izahlar da yaxşı alınır. Yəni, bu hər iki müəllifin uğuru bilavasitə Sadə xanımın yaradıcılığının belə deyək, ortaya qoyduğu məsələlərdir ki, təhlildə də yaxşı alınır və bizim hörmətli deputatımız çox maraqlı bir məsələyə toxundu. Sadə xanımın çoxlu əsərləri var, bədii əsərləri var, elmi yaradıcılıq əsərləri var və s. Və eyni zamanda Səidə xanımını da göstərdi. Və mən Xalir gətirdi ki, mən Səidə xanımdan hardasa bir 2-3 gün biz həm söhbət olardık. Doğrudan da inan səmiyyətimə, özü müəllim səmiyyətinə inanın ki, mən o qızın intellektini necə gördüm, necə müşahidə elədim. İnanırsınız ki, bir 5 dəqiqə söhbət edər, insan nə qədər zövq alır, onun intellektindən, onun mədəniyyətindən, onun qabiliyyətindən. Yəni, bu mənada mən, Səidə xanım, sizə uğurlar özdəki bilirəm ki, siz demişsiniz, iyun ayında müdafiə olacaq inşallah. Yəni, bu yaşda özü Moskvada hüquq sahəsində müdafiə eləmək, bu günlərdə Moskvada çox böyütəbər işlə məşğuldur, vəkillik peşəsi ilə məşğuldur. Yəni, yenə deyirəm ki, elə bilirəm ki, bu ailənin, elə o şəxsi görülür rütbü yaxud əsərində, elə bu əsər özü də Sadə xanımın ortaya qoyduğudur. Abay Kuranbayevdən bir şey yadına düşdü, Əsəd müəllim. Abay Kuranbayev deyir ki, zirvəyə ilan da qalxır, qartal da qalxır. Amma fərq ondadır ki, ilan sürünə-sürünə qalxır. Amma qartal uçaraq o zirvəyə inir. Amma deyir, daha fərqli bir nüans ondadır ki, külək, tufan qopanda ilan yumbalanaraq küləyini gətirib əvvəlki dərəyə indirir. Amma qartal isə öz oturduğu zirvədən də biraz yuxarı qalxır. Mən Sadə xanımın uğurun məsələ o qartal zirvəsi oturduğu bənzədirəm, zəhməti ilə, halal əməyi ilə və siz inanın ki, mən sizdən söz düşəndə bir belə deyək ki, bir ədəbiyyat insanı, bir ədəbiyyatşünas və bir xanım olaraq mənim gözümdə sizin böyük obrazınız var və bu hər üç obraz mükəmməldir. Eşq olsun, bu mükəmməldir. Sağ olun.